situasiya necədir? 90-cı illərin mahnıları var, belə gəlir, belə çıxıdı gəlir, sonra yuxarıdan cırdı deyib düşürür aşağı. Bu mənim əlacılıq situasiyam budur. Səhərlərə qədər dərs oxuyurdum, gecə yatmırdım. Hətta deyərdim ki, mən kəsiləcəydim. Dərs oxumaqdan yox, qayıt limitindən mən kəsilirdim. Tanırsınız da, bilirsiniz ki, mən alman dilini sevmirəm. Deyirəm, əziyyət çəkirəm də, çətindir. Mən də megamind deyiləm ki, beynimə hər şey otursun. Özümü tanıyandan bəri mən oxuyan uşaq olmuşam. Sanki o qədər belə özüm obraz yaratmışam ki, o hər şeyin altından çıxar, hər şey eləyər, heç bir şəkildə məğlub olmaz obraz yaratdığım üçün o qədər insanlar inanmır. Yaxşıdır deyəsən. Hə, yaxşıdır. Necəsiz? Yəqin ki, məni izləyənlər sadəcə tələbələr deyil, həm də böyüklərdir. Çayımı qoymuşam. Bir də şokolad da var. Siz də götürün, gəlin və söhbət edək. Videonu hissələrə bölməyəcəm. Normalda həmişə bölürdüm, çünki əvvəlki videolarım hamısı əsasən məsləhət tipli videolardır. Amma bu videonu hissələrə bölməyəcəm, çünki hansı hissəsində nəyi danışdığımı, nəyi dediyimi bilmirəm. Yəni tamamilə bədahətən gedəcək. Heç bir yazısı da yoxdur. Tamamilə belə bədahətən gedəcək. Sizi bilmirəm, mən belə lampa işıqları altında yazı yazmağı, söhbət etməyi və video çəkməyi çox sevirəm. Mənə görə o daha belə səmimi bir mühit yaradır. Ona görə dedim bu videonu da belə çəkim. Çünki məncə bu videonun mövzusu belə bir mühitə layiqdir. Qoy belə olsun. Əslində bu video çoxdan çəkilməli və çoxdan paylaşılmalı idi. Amma indi videonu izləyəndə yəqin ki biləcəksiniz, təxmin edə biləcəksiniz ki, niyə bu qədər gecikib. Qabaqdan midtermlər gəlir. Biz artıq başlamışıq. Sizdə də Dövlət Universitetində oxuyanlar da kolloquiumlardır deyəsən. Bilmirəm necə gedir. Çünki payız ayı bəzi qarışıq aydı. Şəxsən mənim üçün elədi. Ümid edirəm yaxşı olar. Ona görə dedim belə bir video paylaşım. Bu videonu mən çoxdan paylaşmaq istəyirəm. Çünki mənə görə bu video əsasən yaxşı oxuyan, həmişə yaxşı qiymətlər alan, belə əlaçı tələbələr üçün yaxşı bir reallıq videosu olar. Bir tərəfdən də qıraqdan baxanlar üçün icebergin görünməyən tərəfi də ola bilər. Çünki mənim də başıma gəlib. Əsasən rayonda, aid olduğum rayonda olanda, haqqımda danışılanda, məsələn, kimsə mənim mamamdan soruşanda, mamam deyəndə ki, yaxşıdır, amma əziyyət çəkir, məsələn, dərslər çətin ola bilər da, insanların çoxu inanmır. Hamı deyir ki, yəni, yox, eləyər mənzurə. Sanki o qədər belə özüm obraz yaratmışam ki, o hər şeyin altından çıxar, hər şey eləyər, heç bir şəkildə məğlub olmaz obraz yaratdığım üçün o qədər insanlar inanmır. Universitetdə də başıma şəxsən çox gəlir. Məsələn, hansısa bir imtahandır, deyirəm, əziyyət çəkirəm də, çətindir. Mən də megamind deyiləm ki, beynimə hər şey otursun. Deyəndə bir insanlar inanmırlar. Ona görə də dedim, belə bir video çəkim ki, icebergin görünməyən tərəfini, oxuyan uşaq olmağın görünməyən tərəfini qoy sizlə bir bölüşmüş olum. Bəlkə sizə də bu tərəfdən bir köməyim toxunar. Burada stitchimi də qoymuşam yanıma. Mənim sevimli oyuncağım, motivasiya qaynağım. Ümumi belə başlasam, uşaqlar, mən özümü biləndən bəri, mən özümü tanıyandan bəri, mən oxuyan uşaq olmuşam, qiymətlərim yaxşı olub, çalışqan uşaq olmuşam, multizəka olmamışam, hansı ki bəzi uşaqlar var, belə necə deyərlər, həqiqətən zəkalıdır da, intellekt uşaqlar. Onlardan olmamışam, amma həqiqətən xüsusi mənim də istedadlarım olub və bu istedadlar sayəsində uğurlar, müəyyən sahədə uğurlar qazanmışam. Humanitar meylliyəm də, mən bilirsiniz. Və həmən bu addım atdıqca tutması məsələsi deyim. Bu davam edib mənim universitet həyatımda həmçinin. Universitetə qəbul olduğum ildən etibarən, birinci semestrin sonundan mən artıq əlaçı idim və əlaçı stipendiyası alırdım. Qrupumuzun tək əlaçı uşağı idim. Həqiqətən bunun üçün çox çalışmışdım. Əvvəlki o məsləhət videomda mən sizə bir epizod dedim ki, gəzin, əylənin, amma mütləq dərslərinizi də oxuyun. Bu sizə çox kömək edəcək. 3-cü kursam, 1-ci kursdakı əməklərim həqiqətən mənə çox kömək edir. Onu sizə bir demiş olum. Amma 2-ci semestrə keçəndə bəzi hadisələr oldu, yaşadığım evlə bağlı və s. və ilaxır və mən əlaçılığımı itirdim. 2 fəndən 85 gəldi. Psixologiya bir də ki
Adiak yoxsa hansısa fənn idi. Dəqiq xatırlamıram. O 2 fəndən 85-ə düşdü mənim qiymətlərim və 2 fəndən 85 gəlməsindən mən əlaçılığımı itirdim. O ərəfə 1-ci kursun 2-ci semestri belə bir şey başladı ki, mən normalda bu abituriyent vaxtda heç bir zaman dərs oxumayıb son imtahandan və yaxud da başqa önəmli bir gündən son 2 gün falan öncə oturub dərs oxumaq, belə gecələr yuxusuz qalıb dərs oxumaq, deyəsən Kaichai metodudur. Səhv eləmirəmsə, o metodu mən heç sevmirəm və mənə görə də heç də faydalı bir şey deyil. O ərəfə mən bunu eləməyə başladım. Çünki çatdıra bilmirdim. Heç bir şəkildə, yəni fikrim qətiyyən dərsdə deyildi. Ona görə səhərlər mənim bütün yuxu rejimim də pozuldu onun üstünə. Səhərlərə qədər dərs oxuyurdum, gecə yatmırdım və tamam dərsə gedirdim, quizimi verirdim, imtahanı verirdim, amma sonra yuxu boşluğu olduğu üçün dərsə getməli olduğum vaxtda yatıb qalmışdığım oldu. Bu da qayıbları gətirib yığdı. Nəticə olaraq özüm istəmədən əlaçılığım getdi. Yay boyu bu yuxu rejimi də yenə öz mənfi tərəflərini göstərdi. Sonra bəzi şeylər oldu. Gəldik 2-ci kursun 1-ci semestrinə. Biraz mənim üçün çətin başladı. Çünki o ərəfə çox istədiyim bir insanı da itirmişdim. Və normalda mən hər semestrin əvvəli abituriyent vaxtda elə divara istədiyim şeyi yazıb yapışdırıram. Məsələn, həmişə yazıram ki, mən fənlərim də olanda əlaçı, yanına stipendiyanın miqdarı, bir də ki, fənlər və fənlərdən öz ürəyimə gələn təxmini qiymətlər və demək olar ki, 90% mənim ürəyimə gələn qiymətlər düz olurdu. O ərəfələr artıq çox azaltmağa başladım. Normalda həmişə mən sevərək dərs oxuyurdum həqiqətən. Artıq 2-ci kursdan bu biraz mənə mükəlləfiyyət kimi gəlməyə başladı. Yəni sanki etməli olduğum məcbur bir şey, sanki istəyərək eləmirmişəmiş kimi başladı və 2-ci kursda bizdə alman dili var. Məni tanıyırsınızsa bilirsiniz ki, mən alman dilini sevmirəm. O da mənim üçün çox əziyyətli oldu. Amma yenə dekabr imtahanlarında mən 2-ci kursda artıq əlaçılığımı geri aldım. 1-ci kursda itirdiyimi. Bilirsiniz situasiya necədir? 90-cı illərin mahnıları var, belə gəlir, belə çıxıdı gəlir, sonra yuxarıdan cıvdıdı deyib düşürək aşağı. Bu mənim əlaçılıq situasiyam odur. 1-ci semestr mən qaldırıram onu, zülümlə, zillətlə qaldırıram əlaçılığa. 2-ci semestr özü bir cıvdıdı eləyib düşür aşağı. Amma bu səfər özüm verdim. Yəni özüm bir növə əlimdən buraxdım. Bu 2-ci kursun 1-ci semestri əlaçılığımı geri alandan sonra artıq mənim bütün sistem yenidən qarışdı. Yəni yuxu rejimi falan hər şey qarışdı bir-birinə, alman dili və s. O müddətdə mən bir təşkilatda da könüllü kimi işləyirdim. O da məni biraz yordu. Gözəl vaxtlar idi, amma həqiqətən məni nisbətən yordu. Uzun sözün qısası, 2-ci kursun 2-ci semestri, yəni keçən semestri mən xatırlamaq istəmirəm. Geçsin gəlməsin. Yəni mənim ən çox əziyyət çəkdiyim semestrlərdən biri oldu. Hətta deyərdim ki, mən kəsiləcəydim. Dərs oxumaqdan yox, qayıb limitindən mən kəsilirdim. Mən, oxuyan uşaq, oxuyan tələbə 12 fənlik, 12 qayıbı limiti olan bir fənni 11 qayıbla keçdim. Yəni fənlərdən 6, 7, o qayıblar da bala aparır axı. Heç bir şəkildə o universitetə özümü yığıb yığışdıra bilmirdim də. Axşamdan dərs oxuyuram, hər şeyi hazır qoyuram, sumkamı belə hazır qoyuram. Amma səhər o dərsə getmə yoxdur da. Yəni mən ölü kimi, depressiya kimi bir şeydi də. O müddətə mən müalicə də götürdüm yuxumla bağlı. Nisbətən biraz kömək oldu, amma o böhran halından çıxmağım çox çətin oldu. Mən onu biraz gecikdirmişəm. İndi başlamışam oradan biraz çıxmaq üçün daha yaxşı dəstək almağa. Çünki həmişə deyirdim ki, özüm eləyəcəm, özüm bacaracam. Yazmaqla, meditasiya ilə, bunlar yaxşı şeylərdir, amma həqiqətən bəzən insanın profesional bir köməyə və obyektiv bir başbucağına ehtiyacı var. Onu indi eləyirəm. Uzun sözün qısası, keçən semestr mən özüm bilərək, mən heç də müəlliməyə dedim ki, yəni mən bunu eləyə bilməyəcəm projekti, yəni layihəni, mən məsələn təqdimat varsa eləyə bilmirəm, gücüm yoxdur. Onu araşdırıb, dizayn eləyib, təqdim eləmək ki, mənim üçün mənim o bacarığım, o yaradıcılıq, kreativlik bacarığım çoxdur həqiqətən. Eləyə bilmirəm, yəni balımı kəsirsə kəsin, mən bunu eləyə bilməyəcəm dedim. Və həqiqətən artıq bütün iplərimi buraxdım da əldən. Çünki yəni, bütün belə şey olmuşdum da. Bu mənim yemək vərdişlərimə də təsir elədi hətta. Yəni çox belə kesin gəlməsin həqiqətən. Tamamilə bu səfər özüm buraxdım. Amma kötü 1-ci kursa gedir. Bu səfər özüm buraxdım əlimdən. Dedim, mən artıq əlaçı tələbə, oxuyan uşaq
adlarını istəmirəm. Mən rayonda da hamı məni tanıyanda hamı deyir ki, hə Mənzurədir, əlaçıdır, nə bilim nə. Çünki burada vloqlarımı görənlər var, baxanlar var və çox gözəl kommentlərdə yazırsınız. Həqiqətən çox təşəkkür edirəm. Amma öz içindəki pisliyi göstərən insanlar da var. Təbii ki, yazmasalar belə danışanda olur. Yəni kəsilməyimə çox az qalmışdı həqiqətən. Son anda belə kıl payı qurtardıq. Amma o əlimdən buraxmaqla rahatlama vermədi mənə. Əksinə məni daha böyük bir boşluğa saldı. Mən özüm də düşünürdüm ki, bəlkə həqiqətən onları buraxandan sonra biraz yüngülləşəcəm, nisbətən belə daha rahatlaşacağam, amma İçimdə hiss edirdim ki, elə olmayacaq, elə də olmadı. Bütün 3 aylıq yay tətilimi xatırlayanda hamısı boşluqdur. Yəni heç bir şey, yəni sadəcə belə hisslər içində boğulmaq kimi bir situasiya idi da. Mənim nə qədər planım var idi yay üçün, sosial mediamla bağlı videolar, nə bilim, videolar çəkmək, editləmək, ideyalar çox idi. Onların heç birini eləməyə mənim gücüm çatmadı. Beynin içində var, amma onları reallaşdırmağa sanki bədənim və əlim tərpənmir. Neçə dənə elə video var, neçə dənə elə şəkil var ki, onlar çəkilib heç biri hələ paylaşılmayıb. May ayından bəri nə qədər videolar, şəkillər var ki, onların heç birini mən paylaşmamışam. Nəinki YouTube videosu olaraq, hətta sosial mediamda belə paylaşmamışam. Bəlkə də bu da o uzun bir müddətli yığılmış emosional yorğunluğun bir nəticəsi, özünü əks göstərməsi idi. Hal-hazırda indi 3-cü kursun 2-ci semestri və gözümü açıb bağlayınca da midterm imtahanları gəldi. Dediyim kimi mən normalde divara yazıb yapışdırırdım. Həll eləməmişəm heç bir şey. Çünki tam olaraq içimdən gəlmir, hiss eləmirəm. Bəlkə də 19 yaş böhranı kimi bir şeydi, amma mən hal-hazırda bir müddətdir çox sorğulayıram ki, istədiyim şeylər mənim istədiklərimdir, yoxsa mənə empoze edilmiş şeylərdir. Yəni mənim üzərimə qoyulmuş şeylərdir. Məsələn, oturub fikirləşirəm, mən əlaçı olmaq istəyirəmmi? Mən oxuyan uşaq, yaxşı tələbə olmaq istəyirəm. Yəni bu mənim içimdən gəlirmi? Yoxsa bu mənim üzərimə qoyulmuş, bir növ mənim alnıma yapışdırılmış bir damğa kimidirmi? Bunu çox sorğulayıram və bu biraz məni çox yorur. Çox istəyərdim kaş vaxtında üstünə düşəydim, elə ən birinci hiss edəndə, amma eləmədim. Ona görə də əgər buna bənzər bir situasiya yaşayırsınızsa, istər təhsil həyatı, istər iş həyatı, belə bir şey yaşayırsınızsa, mənim məsləhətim olar ki, o hissi ötməyə çalışmayın, o hissi qapatmağa çalışmayın. Çünki siz onu üstdən basdıqsa o bir yerdə partlayış verəcək, bir yerdə partlayacaq və əvvəldən üstünə düşəndə onu həll etmək daha yaxşı olur. Nəinki onu başınızı qataraq onu belə o hissi hiss etməməyə çalışmaq. Və mənim elədiyim bir şey var idi, çox pis bir şeydi. Mən hisslərimi anlamağa çalışırdım. Nə baxımdan anlamaq? Məsələn, bir şey hiss edirəm, oturub şey edirdim, analiz edirdim. Mən bunu niyə hiss edirəm? Mən nə belə hiss etdirdi? Bu niyə elə oldu? Nə elədim? Bu gözəl bir şeydir əslində, amma psixologiyada bunun deyəsən adı intellektualize kimi bir şey olmalı deyəsən. Amma bir yerdə artıq bu yaxşı bir şey deyil. Çünki mən özümə hisslərimi hiss etməyə imkan vermirdim. Onları anlamaq, onları analiz etməyə çalışırdım ki, bu mənim işim deyil. Müəyyən bir sahədən sonra psixologların, terapeutlərin işidir. Və bu məni çox yorurdu. Çünki çox analiz etməyə çalışdığım üçün, hissimi hiss etməyə icazə vermədiyim üçün mən bir müddət sonra artıq o hissə çevrilmişdim. Çünki o hissi hiss eləməmişəm və artıq o qədər analiz edirəm ki, hiss məni bütün bir dənə emosiya məni bütün belə əlinə aldı ki, yəni artıq məni hiss elə, artıq məni gör. Ona görə də mən məsləhət bilərəm ki, vaxtında üstünə düşün və hissinizi hiss edin, həqiqətən emosiyanızı hiss eləməyinizə özünüzə icazə verin. Bu çox önəmli bir detaldır. Bu dəfə amma inşallah daha yaxşı olacaq. Bu dəfə öz içimdən gələrək əlaçılığımı geri alacağım. Bunu hiss edirəm. Bu səfər heç kimin məndəki gözləntilərini sübut etmək üçün yox, özümün özümə qarşı da gözləntilərini sübut etmək üçün yox, sadəcə istədiyim üçün, onu eləməkdən zövq aldığım üçün eləyəcəm. Əmək sərf eləyərkən bunun nəticəsindən zövq aldığım üçün eləyəcəm və ona görə istədim bu prosesi sizlə paylaşarkən prosesin arxasında sizlə paylaşım. Çünki yan uşaq olmaq, yaxşı oxuyan tələbə olmaq və yaxud da sadəcə tələbə deyil. Məncə bu çox yaxşı insanların arxa planı həqiqətən belədir. Gözləntilərin içində itib batırıq. Bunu paylaşmaq istədim sizlə ki, yəni görünsün ki, arxada nələr baş verir. Bu yaxşı titulunun altında heç də yaxşı şeylər baş vermir, yəni çətindir.
və bunu səmimi olaraq sizinlə paylaşmaq istədim ki, bəlkə kiminsə ehtiyacı olar bu sözləri eşitməyə və yaxud da heç bəlkə kiminsə sadəcə bu situasiyanı dilləndirməyə ehtiyacı olar. Ona görə də ümid edirəm lazım olan insanı tapar. Çalışacağam belə videolar çox olsun kanalda, çünki mən çox sevirəm belə söhbət eləməyi. Gələn videolarda görüşərik. Ümid edirəm hər şey yaxşı olar. Fikirlərinizi mənlə bölüşməyi unutmayın. Təcrübələrinizi, yaşadıqlarınızı necə hiss edirsinizsə hamısını oxumaq mənim üçün zövqdür. Məni sosial medyadan da izləməyi unutmayın. Və ağlınızda hər hansısa bir video ideyası varsa, mənim səsləndirməyimi istədiyiniz bir fikir, bir ideya, bir düşüncə varsa, mənə yazın. Mən də çox sevinərəm bunu sizinlə paylaşmaqdan. Sağ olun, salamat qalın.